Salam əziz abituriyentlər və müəllimlər. Üçüncü dərsimiz ümumi tarixdən Frank və Bizans dövlətləri olacaq. Frank dövlətinin əvvəlindəki bir hissə var ki, bu hissəni abituriyentlərimizin oxumağına ehtiyac yoxdur. Bu hissədən abituriyentlərimizə sual düşmür. Amma müəllimlərin şəqəbulu və sertifikasiya hazırlaşan müəllimlər bu hissəni öyrənməlidirlər. Xalqların böyük köçündə əsas iştirak edən tayfalardan biri German tayfaları olacaq. German tayfaları bu dövrdə 1-ci əsrdə Reyn çayı ətrafında yaşayırdılar. Reyn çayının şimalında yaşayırdılar və deyir ki, bu tayfalar, German tayfaları bu dövrdə ibtidai icma cəmiyyətində yaşayırdılar və bu tayfalarda mühüm məsələlər xalq yığıncağında qərar alınırdı. Yəni, bu tayfalar ibtidai icma quruluşundan birbaşa feodalizm dövrünə keçmişlər. Burada quruluşun görməmişdi bu tayfalar. Deyək ki, Roma imperiyası 1-ci əsrdə, hansı ki, Roma imperiyasının ən güclü olduğu dövrlərdir, 1-2-ci əsrlər. Və bu dövrdə Roma imperiyası German tayfalarını özlərinə tabi etmək istədilər. Çünki Germanlar köçər xalqlar idi, vaxtaşırı Roma ərazilərini hücumlar edəcəkdi. Roma imperiyası da bunu görürdü və Roma imperiyası German tayfalarını özünə tabi etmək istəsə də uğursuz olur, uğur əldə edə bilmir. Daha sonra isə Reyn çayının ətrafına istehkam xəttləri çəkir ki, hansı ki, German tayfaları daha sonra Roma ərazisinə basqınlar etməz. Amma bunu çəksə də daha sonraki dövrdə görürüz, xalqların böyük köç dövründə German tayfaları Roma imperiyasının ərazisinə basqınlar edəcək. Deyir ki, 4-cü əsrin ikinci yarısında Hunlar, hansı ki, xalqların böyük köçü dövründə Alan və xüsusilə Got, Ostkot tayfalarını sıxışdırır və Got, Ostkot və digər German mənşəli tayfalar da Roma imperiyasının ərazisinə köç edirlər, bura axın edirlər və bura German tayfalarının hücumları deyir ki, Roma imperiyasının tənəzzül etməsinin əsas səbəblərindən biri kimi qeyd edilir. Və Romalılar, Germanlar barbar adlandırırlar. Ümumiyyətlə, Romalıların dilini danışmayan bütün xalqları barbar adlandırdı. Barbar sözünün mənası buradan yad deməkdir. Amma indi hal-hazırda barbar sözünü biz vəhşi mənasında işlədirik. Deyir ki, Qərbi Roma imperiyası 476-cı ildə süqut olur və bununla da qədim Roma tarixi başa çatır. Həmçinin Avropada qədim dövr başa çatır və orta əsrlər dövrü başlamış olur. Yəni, German tayfalarının yaratdığı dövlətlər olacaq, Roma ərazisində yaranmışdı bu dövlətlər. Deyir ki, Ostroqotlar İtaliyada dövlət yaratdılar özlərinə, Vestgotlar İspaniyada özlərinə dövlət yaratdılar, Franklar Fransa ərazisində özlərinə dövlət yaratdılar, Anglo-Sakslar Böyük Britaniyada özlərinə dövlət yaradacaqlar, Vandallar isə Şimali Afrikada özlərinə dövlət yaratdılar. Bunlar German tayfalarının özlərinin Roma ərazisində yaratdığı dövlətlər idi. Deyir ki, Germanlar Roma şəhərlərini, hansı ki, Roma dövründə, qədim Roma dövründə, istər Respublika, istər İmperiya dövründə mühüm şəhərlər yaranmışdı. Bu şəhərlərin çoxu ticarət, sənətkarlıq inkişaf etmişdi. Amma German tayfalarının basqınları dövründə bu şəhərlər dağıldı, iqtisadiyyat tənəzzül uğradı və bu şəhərlər deyir ki, Germanlar və Roma əhalisi bir-birinlə müəyyən dövrdən sonra artıq qaynayıb qarışmağa başladılar və bundan sonra Latın dili dəyişir. Latın dilinin əsasında İspan və Fransız dillərdə yaranmış olacaqdır. Roma cəmiyyətinə məxsus olan xüsusiyyətlər var. Deyir ki, Roma cəmiyyəti yazılı qanunları və dövlət idarəsinə, dövlət hakimiyyətinə sahib edilər. Biz Romanın məşhur yazılı qanunlarını deyirik ki, 12 lövhə qanunları. Yəni, Roma cəmiyyətində əsas məsələ qanunlar üzərində qurulurdu. Amma German cəmiyyətinə edildi. German cəmiyyətində isə əsas məsələ ailə bağları və şəxsi sədaqətə dayanırdı. Və Romalılar dövlət halında yaşayırdılarsa, Germanlar isə kiçik icmalarda yaşayırdılar. Romalılar cinayət işlədikdə qanunlarla müəyyən olunmuş cəzalar verilirdi və məhkəmə olunurdu. Amma Germanlar cinayət işləyən vaxt isə onlar qisasa və qan davasına əsaslanırdı. Amma müəyyən dövr keçdikdən sonra hansı ki, Romalılar və German tayfaları əhalisi bir-birinə qaynayıb qarışdılar, Romalıların o qanunlarını Germanlar da mənimsəməyə başladılar. Və onların o qisas, qan davası yavaş-yavaş aradan qalxdı və cəriməyə çevrildi. Frank dövlətindən danışsaq, demişdik ki, German tayfalarını, yəni bu German tayfalarından bir də Franklar idi. Franklar Fransa ərazisində məskunlaşmışdılar. Deyir ki, Franklar 5-ci əsrin sonunda Qalliya ərazisinə hücum etdilər. Xlodvikin başçılığı ilə Soissons döyüşündə Franklar 486-cı ildə Roma canişini məğlub edirlər
Roma canişininə aid olan ərazilərin bir çoxunu, o cümlədən Qalliya ərazisinin çox hissəsini tutmuş oldular. Deyir ki, həmin dövrdə Frank dövləti təxminən 5-ci əsrin sonlarında yaranmışdır. Frank dövlətinin ərazisinə Fransa və Almaniya ərazilər daxil edir. İlk başçısı isə Xlodvikin adını çəkə bilərik. Yaxından deyək ki, yaxından heç fərqi yoxdur olan. Deyir ki, Xlodvikin dövründə əsas ilk olaraq xristianlıq dinini qəbul etdi. Xristianlıq dinini qəbul etməsə Azərbaycanda Alban hökmdarı Urna ilə oxşarlaşdıra bilərik. Xristianlıq dinini həm özü qəbul edir, həm də dövlət dini elan edir və dövlət dini elan etməsinin səbəbləri var idi və deyirik ki, bu qanunlar 9-cu əsrə qədər qüvvədə qalmışdır. Ruhani və yerli əhalinin etimadını qazanmaq və öz mövqeyini möhkəmləndirmək üçün xristianlığı qəbul etdi. Eyni zamanda onun xristianlığı qəbul etməsi Qalliyada da Xlodvikin mövqeyini möhkəmləndirir. Çünki həmin dövrdə Qalliya əhalisinin böyük bir hissəsi xristianlıq dininə inanırdı. Həmçinin deyir ki, Roma və German mədəniyyətinin formalaşmasına gəlib çıxardı. Roma-German mədəniyyətinin formalaşması gələcəkdə fransız xalqının yaranmasına gətirib çıxaracaqdır. Deyir ki, Xlodvik dövləti vilayətlərə bölündü, vilayətləri qraflar idarə edirdi. Və bu dövrdə ilk yazılı qanunlar qəbul olunub 6-cı əsrdə. Bu qanunlar sadəcə adını deyir ki, qanunlar deyir. Bu qanunlar Frank adət-ənənələrinə dayanırdı və Roma hüququna dayanırdı. Hansı Roma hüququ 12 lövhə qanunlarına dayanırdı. Yəni, bu özünə qanun tərtib etdi, Xlodvik Frank qanunlarını tərtib etdi. Frank qanunları deyir ki, Frank adət-ənənələri əsasında və Roma hüququ əsasında təyin olunmuşdur. Və deyir ki, bu qanunlar baş məmur Mark Karteldən aşırır. Bu Frank kralı olmamışdır. Frank kralının adından dövləti idarə etmişdir. Sadəcə islahatları bu həyata keçirilmişdir. Orada döyüş olacaq, döyüşü bu həyata keçirilmişdir. Döyüşdə Kartel iştirak edirdi. Onun üçün biz burada Mark Kartelin adını çəkirik, həmin dövrdə olan kralın adını çəkmirik. Deyir ki, baş məmur Karl Martel 8-ci əsrin 1-ci əsr hakimiyyətdə hərbi islahat keçirir. Həmin dövrdə təhqiq edir ki, bilirik ki, Roma ordusu, qədim dövrdən sonra Roma ordusu kəndlərdən ibarət edir. Ondan sonra yaranan və Avropada dövlətlərdə də əsas ordu növü kəndlilərdən ibarət piyadalardan təşkil olunurdu. Amma ərəb ordusu atlı qoşunlardan istifadə etdiyi üçün ərəb qoşunları çox qısa müddətdə Roma dövlətinə qarşı uğurlu mübarizə göstərə bildi. Hətta Bizansı məğlub edir, Bizansın əlindən torpaqlar almışdı və hansı ki İspaniyanı tutur və Avropanın çaylarına doğru irəliləyir. Və Karl Martel bunu görərək atlı cəngavər zirehli ordu yaradır və ərəblərin qarşısına Poitiers döyüşündə çıxır. 732-ci ildə baş verən Poitiers döyüşündə ərəblər məğlub olur Franklara və ərəblərin mərkəzi Avropaya doğru irəliləməsinin qarşısını alır. Deyir ki, Böyük Karl ən qüdrətli hökmdar olacaq. Böyük Kralın dövrü 768-814-cü illər olacaq və bunun hakimiyyət illərini dəqiq yadımıza saxlayaq. Böyük Karlın daxili siyasəti olacaq. Deməli deyirik ki, Karl Martel hərbi islahat keçirdi və atlı cəngavər ordu yaratdı. Amma Romada əsas orduya çağırılanlar kəndlilər idi. Kəndlilər də bu dövrdə atdan istifadə edə bilmirdilər, yəni at üstündə döyüşə bilmirdilər. Bunun üçün nəticəsi belə idi, biraz çətinlik yarandı. Həmçində kəndlilərin tamamilə orduya cəlb olunması təsərrüfatda mənfi təsir göstərdi. Bunun üçün Böyük Karl yenidən hərbi islahat keçirir, kəndliləri uzaqlaşdırır oradan. Eyni zamanda həmin dövrdə öz qohumları və Frank əyalarına çoxlu torpaqlar paylayır və onlara tapşırır ki, həmin torpaqlardan kəndlilər yaşayırdı, həmin torpaqlarda. Kəndlilər əyanlara vergi verəcək, əyanlar da həmin vergilərdən özlərinə ordu quracaqlar, pullu ordu quracaqlar. Bu, Frank dövlətində həmin dövrdə olan ordunu qüvvətləndirsə də, o əyanlara verilən torpaqlar daha sonra onların irsi torpaqlarına çevriləcək və həmin əyanların həddindən artıq varlanmasına gəlib çıxaracaq. Bu da ümumiyyətlə həmin dövrdən sonra Frank dövlətinin, Frank imperiyasının gələcək taleyinə mənfi təsir göstərmiş olacaqdır. Deyir ki, Franklar bu daxili siyasət idi, hansı ki hərbi islahat keçirdi, torpaqlar payladı, torpağa əsasən torpağa görə deyir ki, vergi qoydu, hansı ki torpağa. Böyük Karl İspaniyada ərəblərlə müharibə aparır. Ərəblərdən Pireneya rayonunun müəyyən hissəsini alır və həmin ərazidə xristianlıq dinini yaymışdır.
Bütbəyə sakslara qarşı 30 il onlara qarşı mübarizə aparır. Daha sonra onlara torpaq verərək onları öz yanına çəkməyi başarmışdır. Avar xaqanlığına qarşı isə amansız qəddar mübarizə aparacaqdır. German tayfalarını məğlub edir və hansı ki, həmin German tayfaları İtaliyada möhkəmlənmək istəyirdi, Papanaya qarşı təhlükə göstərirdi və Böyük Kral German tayfalarını məğlub edir. Daha sonrası Papa 800-cü ildə onu İtaliyaya dəvət edir və onu imperator adlanır. Və 800-cü ildən sonra artıq biz Frank imperiyası deyə bilərik. Deyir ki, Roma imperiyasından sonra Frank imperiyası idi ki, Qərbi Avropanın böyük hissəsini birləşdirmişdi. Bizans və Ərəb dövlətlərlə diplomatik münasibətlər aparacaqdı Böyük Kral. Deyir ki, Verden müqaviləsinə əsasən 843-cü ildə Frank imperiyası 3 hissəyə bölünür. Fransa, Almaniya və İtaliyaya bölünür. Qərbi Avropada bu dövrdə Verden müqaviləsinə feodal dağınıqlıq başlayır və 11-ci əsrə qədər feodal dağınıqlıq davam etmişdir deyirik. Dedik ki, 3 dənə krallığa bölünürdü. Fransa krallığı 9-11-ci əsrdə mövcud olduğu dövrə baxırıq. Deyir ki, Fransa krallığında feodal dağınıqlığın ən bariz nümunəsi idi. Formal vahid dövlət idi, amma feodal dağınıqlığı idi. Çünki deyir ki, iri feodal mülklərinə bölünmüşdür ərazi. Paytaxt isə bu dövrdə Paris şəhəridir. Kral sadəcə Paris və Orlean arasında müəyyən əraziyə rəhbərlik edirdi. Həmin ərazidən vergi alırdı, həmin ərazini müstəqil idarə edə bilirdi. Amma digər Fransa ərazilər isə müstəqil iri feodalların əlində idi. Almaniya 9-11-ci əsrdə isə xarici hücumların qarşısını almaq üçün hersoqluqlar və burada olan dövlətlər birləşir. Vahid Almaniya dövləti yaranır bu dövrdə. Birinci Otto yerli feodallara qarşı mübarizə aparan Papaya kömək edir və İtaliyanın şimalını öz dövlətinə birləşdirir. Papa 1962-ci ildə Ottonu Romaya dəvət edir və onu imperator adlandırır. Bundan da 962 və 1806-cı illərdə mövcud olan müqəddəs Roma imperiyası yaranmış olacaq. İtaliya bu dövrdə baxsaq, deyək ki, İtaliya şəhər respublikalarından ibarət edir. Venesiya, Florensiya, Genua, Pisa kimi şəhər respublikaları var idi. Bizansla davam edirik. Deyirik ki, Bizans 395-ci ildə Roma imperiyası 2 hissəyə parçalanıb. Qərb Roma, Şərq Roma, Şərq Roma Bizans adlanırdı. Bizans 1453-cü illərdə mövcud olacaq və Bizans deyək ki, 3 qitədə yerləşirdi, əlverişli coğrafi ərazidə yerləşirdi. Mühüm ticarət yolları Bizansdan keçirdi. Bunun üçün Bizans iqtisadi cəhətdən çox güclü dövlətə çevrilmişdi müəyyən bir dövrdə və uzun müddətdə öz dövrünü, öz dövlətçiliyini qoruyub saxlaya bilmişdi. Deyək ki, xalqların böyük ölçü zamanı Bizans Qərbi Romadan fərqli olaraq baxın. Xalqların böyük ölçü zamanı Qərbi Roma süqutu uğradı 476-cı ildə Germanlar tərəfindən. Amma Bizans isə xalqların böyük ölçü zamanı müəyyən torpaqları itirsə də öz dövlətçiliyini qoruyub saxlaya bilmişdir. Bizans ərazisindən deyirik Yunan dilindən istifadə olunur. Paytaxtı Qızıl Körpü adlanan Konstantinopol, mühüm ticarət yolları buradan keçdiyi üçün deyirik ki, Bizansın şəhərlər ölkəsi adlanır. 1000-ə qədər şəhərli vardı. Ən güclü inkişaf etmiş əyalətlər və yaxud da şəhərlər isə şərq əyalətləri deyirik. Bizansın ən güclü inkişaf etmiş dövrü Justinianın dövrünə təsadüf edir. 527-565-ci illərdə hakimiyyətdə olmuşdur. Bizansın Qızıl əsri deyirik bu dövrə və Qızıl əsrin rəmzi olaraq müqəddəs Sofiya məbədi tikilmişdir. Bizans bu dövrdə Justinian öz adına uyğun Justinian məzəlləsi yaradır, verir, qanun layihəsi verir və Justinian məzəlləsinə əsasən deyir ki, Roma hüququ əsasında tərtib olunmuşdur. Baxaq ki, Roma hüququ əsasında bundan əvvəldə Xlodvig qanunlar vermişdi. Yadımızda salaq, o oxşarlıq olacaq. Yəni, bundan sonra ümumiyyətlə Romada hansı ki, eramızdan və 5-ci əsrdə yazılı qanunlar verilmişdi, 12 lövhə qanunlar. O qanunlar həm Avropa dövlətləri, həm digər dövlətlər bu qanunlardan istifadə etmişdilər. Daha sonra deyirik ki, Justinian xarici siyasətinin əsas mahiyyəti Qədim Roma imperiyasının ərazisini bərpa etmək istəyirdi və bunun üçün ilk olaraq Afrikada yaşayan vandalların üzərinə hücum etdi və daha sonra isə İtaliya və İspaniyada müəyyən ərazilər ələ keçirilmişdir. İtaliya və İspaniyada müəyyən ərazilər ələ keçirilməsi bunu Böyük Kralın oxşarlaşdıracaq. Böyük Kral və Justinian üçün oxşar xüsusiyyət olacaq. İtaliya və İspaniyada ərazilər ələ keçirilməsi. Sasani və Bizans arasında bu dövrdə sülh bağlanır 532-ci ildə, amma Sasani və Bizans arasında çoxlu müharibələr olub, onu qeyd etmiş. Azərbaycan tarixindən olanlar var, onları qeyd edirdik. Deyirik ki,
Slavyanlar və türk tayfalarına icazə verir ki, Bizans ərazisində məskunlaşsınlar. Slavyanların Bizans ərazisində 6-cı əsrdə məskunlaşması ilə deyirik ki, Bizansda feodal münasibətlərin inkişafı sürətlənir. 7-ci əsrdə artıq Justinian öldükdən sonra Bizans zəifləməyə başlayır. Xüsusilə 7-ci əsrdə ərəblərin inkişaf etdiyi bir dövrdə Bizansa hücumlar edirlər. Bizans Misir, Suriya və bir çox əlverişli ərazilərini itirir, ərazi qısalır, sadəcə kiçik bir ərazi qalır Bizansın əlində və 10-cu əsrdə amma Ərəb və Bulqar dövləti zəiflədikdən sonra Bizans öz ərazisini yenidən genişləndirir. Hansı ki, tam əvvəlki qüdrətini bərpa edə bilmir, amma müəyyən ərazilər ələ keçir. Krit ərazisidir, Kipr ərazisidir, Suriya və Mesopotamiya əraziləridir. Bu əraziləri mütləq yadımızda saxlayaq. Deyirik ki, 11-ci əsrdə Səlcuqların Bizans üzərinə qələbəsindən sonra, hansı ki, Səlcuqlar Bizans özünə asılı salır, Manastır döyüşündə qələbədən sonra və Bizans Roma papasına müraciət edir, Səlcuqlarla mübarizə aparmaq üçün Roma papasını təşviq edir. Roma papası da xas sürüşləri tərtib edir. 1096-99-cu ildə iki xas sürüşləri baş vermişdir və Bizans müəyyən dövrdə təzyiqdən xilas olur. Amma xas sürüşlərin ardınca xas sürüşlər davamlı olur. 1204-cü ildə 4-cü xas sürüşü birbaşa Bizans ərazisindən alınmışdır, Konstantinopol olmuşdur. Yəni xaslar öz din qardaşları üzərinə hücum etmişlər və bu onların talançılıq niyyətini açıq şəkildə büruzə vermişdir. 1204-cü ildə xaslar Konstantinopol tutaraq burada Müqəddəs Sofiya məbədini dağıtmışlar, yandırmışlar və buranı qarət etmişlər Müqəddəs Sofiya məbədini və burada Bizansı müəyyən müddət süquta uğratmışlar. 1204-1261-ci ildə bunlar özlərini Bizans ərazisində Latin imperiyası yaratmışlar. Bizanslılar Latin imperiyasına 1361-ci ildə son qoyurlar və onları qovub çıxarırlar. Amma daha sonra isə Bizans çox zəiflədiyi üçün əvvəlki qüdrətini yenidən bərpa edə bilmir. 1453-cü ildə isə Osmanlılar tərəfindən